Hekayə yazmaqda şəxsiyyəti necə yaratmaqdan danışırdıq. Döndü dedi ki, bu şəxsiyyət bir şəxsiyyət olsa necə? Yenə də ona şəxsiyyət demək olar. Dedim, bəli, demək olar. Amma gedək görək bu necə olur. Salam, mən Xan Sənəm. 3-cü videomuzla xidmətinizdəyəm. Bizi YouTube-da təqib eləyin, yəni subscribe eləyin. Elə ki, subscribe elədiniz, biz hər videonu upload elədikcə YouTube sizə xəbər verir və siz dərhal gedib o videonu izləyə bilərsiniz. Yeni qatılan dostlarımız da birinci və ikinci videomuzu da gedib kanalımızda rahatca izləyə bilərlər. Yaxşı. Beləliklə, bu bölümdə birbaşa hekayənin əsas quruluşunu təşkil edən təməl ünsürlərə doğru keçirəm. Bu bölümdə qərara gəlmişik ki, əvvəl hekayənin quruluşunun əsas elementlərini ad çəkib, sonra videolarımız boyu sırayla onların hər birini açıqlayaq. Ümidim budur ki, bu dəfədə məqsədə uyğun olaraq yararlı addımlar götürə bilək. Dostlar, modern hekayənin təməli ən çox 7 ünsür üzərində qurulur. Yazmaq işi tikindi işi kimidir. Yazıcı isə o tikindinin memarıdır. Bilirsiniz ki, hər bir imarətin ya binanın istehkamı onun təməl və sütun keyfiyyətindən asılıdır. Yəni, binövrəsinin möhkəmliğindən asılıdır. Bir hekayənin də köklü olmağı, dağılmaz və sevimli olmağı dünyanın bir çox uğurlu hekayələri kimi onun dəqiq qurulmuş müəllifələrinə bağlıdır. Necə ki, təməli ya binövrəsi zəif olan bir imarət nə qədər gözəl də olsa tezliklə çökəcək, quruluşu müəyyən ünsürlərdən təşkil tapmayan hekayədə sevilib uğur qazanmaqda çətinlik çəkəcəkdir. Buna görə də yazımızı dəyərli, sevimli və oxucu kütləsinin rəğbətini qazanmağa sövq vermək üçün bu əsas ünsürləri dərindən tanıyıb öyrənməliyik. Tanınmış yazıcı Cəmal Mirsadiqi deyir ki, hekayə yazmaq sənətində yazıcı ardıcıl olaraq öyrənməlidir. Heç bir dərs yoxdur ki, insan onu öyrənib qatlayıb qırağa qoysun. Yaşam kimi hekayənin də gizlin və aydın qatları vardır. O qatlar ki, hər dövrdə yeni bir rəngə və surətə çevrilir. Bu qatları kəşf edib, onlara yeni forma tapmaq lazımdır. Yaxşı. Bəs görək ki, hekayənin əsas ünsürləri hansılardır? Diqqətlə qulaq asın. 1. Tem ya tema. Ya həman məzmun ki, ona dərunmayədə deyilir, ya əsərin əsas ideyası, mesajı. Həman o mesaj ki, yazıcı yazı tərqi ilə oxucuya verir. Pəs ona tem ya tema deyirik, ya məzmun. İkinci, şəxsiyyət, şəxsiyyətlər ki, onlara karakter, obraz, surət ya personaj da deyilir. Üçüncü, məkan ya zamandır, ya həman səhnə, zəminə. Dördüncü, baxış bucağı ki, bəzən baxış açısı da deyirik, ya həman farscası zaviyə did. Beşinci, toqquşma, ya münaqişə, ya keşməkeş. Yəni, əsər boyu yaranan keşməkeşlər. Dostlar, mən bunları hələlik ad olaraq deyirəm ki, bir-bir hamısını açıqlayacağım. Keçirik 6-cı ünsürə. 6-cı ünsürümüz plat ya tərhidir, ya həman sujet xəttir. Və 7-ci və sonuncu düyün açılışı, ya düyünün açılması, düyünün açıldığı yer.
yəni farsçası gerək qoşayı ki, bu bizdə hekayənin, dastanın sonluğu və nəticəsidir. Yaxşı. Gedək birinci element ya ünsürü açıqlayaq. Dedik ki, birinci element ya ünsürümüz tem ya temadır. Həman məzmun ya dərunmayə ya əsərin əsas ideyası ya mesajı. Bu nə deməkdir? Plat və ya peyrəng haqqında irəlidə danışacağam. Bunu yadınızda saxlayın. İndi, əgər bir hekayənin gedişatında plat ya tərh bizə nəyin və ya nələrin baş verdiyini isbatlamaq istəyirsə, tem və ya məzmun bizə onların nə üçün və niyə baş verdiyini vurğulayır. Bir əsərdə yazıcı oxuculara hansı mesajı vermək istəyir? Əsər boyunca, yəni sujet xətti ilə çəkilən və gözə çarpan yazıcının əsas düşüncəsi nədir? Məsəl üçün, həyat haqqında hansı ideyadan söhbət açır? Yeri gəlmişkən, hekayə yazmaq istəyənlərə bunu xatırlatmaq istəyirəm ki, bu düşüncə və ya mesaj, yəni hekayədə olan düşüncə və mesaj birbaşa deyil. Bəlkə dolayı yollarla hekayənin gedişatında, yəni baş verən hadisələrdə, karakterlərin xəyallarında, arzularında və danışıqlarında gizli olmalıdır. Sənət prinsipləri tələb eləyir ki, bunları oxucu özü oxuyub, düşünüb və kəşf eləsin. Tem ya tema əslində hekayənin qısa bir versiyonidir. Tema sevgi, ədalət, azadlıq uğrunda mübarizə və başqa ictimai və mədəni mövzuları ehtiva edə bilər. Yəni öz içində ala bilər. Burada nümunə olaraq ədəbiyyatımızın bir-birindən uzun məsafə ilə qələmə alınan iki hekayəsinin məzmununu qeyd edirəm. Birinci miladi tarixi ilə 1857-ci ildə Mirzə Fətəli Axundzadənin qələmi ilə yazılan Aldanmış Kəvakəb adlı uzun hekayə və o birisi miladi tarixi ilə 1967-ci ildə çağdaş yazıcı Anar Rzanın tərifi olan Mən, Sən, O və Telefon hekayəsidir. Hicri şəmsi tarixi ilə 1253-cü il Mirzə Cəfər Qərəcədağı tərəfindən türkcədən farscaya tərcümə edilib və ilk dəfə İranda hekayə təməlini quran Aldanmış Kəvakib hekayətinin əsas məzmunu şahlıq rejiminin zülm və istibdadını və habelə onun vəzirlərinin nadanlıq və riyakarlıqlarını ifşa etmək və toplumu gələcəkdə belə afətlərdən uzaqlaşdırmaq məqsədini daşımışdır. Bu indi oldu nə mənə? Aldanmış Kəvakibin məzmunu. Biraz irəli gəlirik. Ədəbiyyatımızın biraz öncə adını çəkdiyim daha modern bir hekayəsinin məzmununa ötəri bir nəzər salırıq. Mən, sən, o və telefon. Bu gözəl, müasir və şəhri hekayə teknolojiyə tənqidi bucaqdan baxaraq inanır ki, çağdaş dövrdə teknolojinin tərəqqisi və inkişafı bütün xidmətlərinə baxmayaraq insanları bir-birindən uzaq salır və bununla da onların dərin və mənalı ilgi qurmalarına mane olur. Bu hekayə eyni zamanda bu önəmli nüqtəni də bizə xatırladır ki, insanların mənəvi və emosional ehtiyacları hələ də real və üzbəüz ilgilərə əsaslanaraq durur. Ümid eləyirəm ki, məzmun haqda dediklərim sizi iqna etmişdir. Keçirik ikinci ünsür ya elementə ki, dedik nə nədir? Şəxsiyyət. Şəxsiyyət, şəxsiyyətlər ya karakter, ya obraz,
ya surət və ya personaj. Hər hekayənin qalarğı olmağında əsas rolu şəxsiyyət oynayır. Filmlərdə və dramlarda olduğu kimi şəxsiyyət və ya karakter hər hekayə və romanın aktyoru və aktrisasıdır. Yəni oyunçusudur. İndi bu oyuncu nə qədər canlı yaransa, bir o qədər də hekayə uğur qazanacaqdır. Adətən hekayələrdə bir qəhrəman şəxsiyyət olur, bir də anti-qəhrəman şəxsiyyət. Əsli şəxsiyyətə qəhrəman ya protagonist də deyilir. Ki, hadisələr bu şəxsiyyətin ətrafında baş verir. O şəxs hekayə boyu cürbəcür maneələrlə üzləşir və hər dəfədə onların həlli istiqamətində çarpışır. O, mütləq şəkildə yaxşı və ya pis adam deyil. Təkcə hadisələrin bətnində hərəkət edən adi bir insandır. Ki, həm yaxşı ola bilər, həm pis. Yəni, həm yaxşılıq, həm pislıq bir yerdə bu insanda cəm ola bilər. Əlbəttə, bu şəxsiyyət hansısa bir heyvan da ola bilər. Misal üçün, George Orwell'in Heyvanlar Ferması və ya Qəli Heyvanat əsərində olduğu kimi. Ki, orada şəxsiyyətlər heyvandır. Ya Fuzulinin Söhbətül Əsmar kitabındakı şəxsiyyətlər ki, meyvədirlər. Gəlirik anti-qəhrəman şəxsiyyətə. Bu şəxsiyyətə, yəni anti-qəhrəmana antagonist də deyilir. Adətən antagonist protagonistin qarşısında duraraq müxtəlif qurğular, nəxşələr və düşmənçiliklərlə onu məğlub eləmək istəyir. Ümumiyyətlə, bir əsərdə şəxsiyyət o adama deyilir ki, onun ruhunun və hisslərinin keyfiyyəti davranışında, danışığında və düşüncə tərzində özünü göstərir. Və hər əsərdə bu kimi obrazları yaratmağa obrazlaşdırma deyirik. Bu obrazlaşdırma ya şəxsiyyət pərdazi elə zərafətlə həyata keçməlidir ki, şəxsiyyət oxucu gözündə real və inandırıcı olsun. Leo Tolstoyun tanınmış romanı Savaş və Barış hələ də obrazlarına görə xüsusi etibar kəsb eləyir. Tolstoy bu romanda 500-dən əlavə əsli və fər'i şəxsiyyət yaratmışdır. O cümlədən Natasha, Pierre və Şahzadə Andre kimi şəxsiyyətlər. Belə şəxsiyyətlərə bugün də hər toplumda rast gəlmək olur. Belə canlı şəxsiyyətlər hansısa bir əsəri həmişə diqqət mərkəzində saxlamaqdan əlavə, onu oxucular arasında böyük rəğbət qazanmağına da zəminə yaradır. Hörmətli yoldaşlarım, ünsürlər haqda hələ çox işimiz var. Gələn videolarda danışıqlarımızı davam eləyəcəyik. Yenə də deyirəm, yazmağa marağınız olsa bizi subscribe eləyin. Bu bizə enerji bağışlayır. O biri videolarımızı davam vermək üçün bizə də dəstək olun. Sağ qalın, səlamət yaşayın.